Salam. Keçdiniz, gəldiniz bu mövzuya. Deməli, əla. Gəlin indi sizə bu mövzudan danışım. Bu mövzu past perfectdir. Yenə zamanlar yazacağım, buranı sürətli şəkildə keçə bilərsiniz. Demişdik ki, I play var. I played var. I will play var. I am playing var. I was playing var. Bunlarla danışmamışdıq. I have played var. Bir de buradan danışmışdıq ki, I have been playing var. İndi danışacağımız hissə buradır. Past perfect. Yəni keçmiş bitmiş zaman. İndiki bitmiş necə idi? Bitib, amma indiki zamandadır. Keçmiş bitmişdə, keçmişdə bitib, amma başqa bir keçmiş zamandadır. Bu nə deməkdir? Yenə bir zaman oxu çəkirəm bura. Markeri dəyişirəm. Deyirəm ki, bura keçmiş zamandır, bura gələcək zamandır. Biz isə buradayıq. Keçmişin keçmişidir past perfect. Yəni, burada olan bir hərəkətin əvvəlində baş vermiş bir hərəkətdir. Nə deməkdir bu? Məsələn, deyirəm ki, yadınızda da belə bir misal çəkmişdim. Keçmiş davam edici zaman izah eləyəndə ki, belə bir şey ola bilər. When guests came, we had breakfast. Qonaqlar gələndə biz səhər yeməyi yedik. Bir də var deyirəm ki, when guests came, we were having breakfast. Yəni biz nahar eləyirdik, ortalarındaydıq. Bir də var deyirəm ki, we ya da tamam I ilə deyim, hamısını aynı yazmışam. I had played. Bu deməkdir ki, uje onu eləmişdik biz, qutarmışdıq. Bu da necədir? Yəni keçmişdə olan bir hərəkətdən daha əvvəl baş vermiş hərəkəti bildirir. Bu nə deməkdir? Bax, məsələn, dediyim kimi, əgər bu zamanda desəm, deyirəm ki, saat 5-də mən yemək yedim. At 5 o'clock, I had breakfast. Yəni, saat 5-də başladım yemək yeməyə, düzdür? At 5 o'clock, I was having breakfast. Yəni, yeyirdim. Yəni, 5-dən əvvəl başlamışam da, deməli, məsələn, 4:45-də başlamışam, 5-də hələ də davam edirəm, 5:15-də bitirəcəm, məsəl üçün. At 5 o'clock, I had. Niyə had? Bu nə deməkdir? Bu hardan çıxdı indi? Çünki have-in 3-cü forması da had-dir və onu qoyuruq bura. Necə dedik ki, I have played. Bu play-in yerinə have, yemək yeməyi, yəni qida qəbul eləməyi qoyuruq. I have had olacaq. Present perfect-də I had olacaq past perfect-də. Və dediyim kimi, bu isə o deməkdir ki, mən saat 5-də artıq yeməyi yemişdim. 5-də yeməyi yedim, yeyirdim, artıq yemişdim. Başa düşdünüz? Bax, təsəvvür edin ki, mənə zəng eləmişsiniz. Deyirəm ki, siz zəng eləyəndə mən çay içdim. Yəni, sən zəng eləyəndə götürdüm, çayımı içdim. Sən zəng eləyəndə, bax, telefon buradadır. Bax, belə zəng eləyəcəm sizə. Deyirəm ki, sən zəng eləyəndə mən çay içdim. Bax, bu situasiya belədir. Sən zəng eləyəndə mən çay içdim. Deyirəm ki, sən zəng eləyəndə mən çay içirdim. Bu belədir. Mən çay içirdim. Tak, sən zəng elədin. Ortasında. Bir də var ki, sən zəng eləyəndə mən uca çayı içmişdim. Yəni, mən çay içib qutarandan sonra sən zəng elədin. Sən zəng eləyəndə mən uca içmişdim. Məncə başa düşdünüz. Deməli, əgər başa düşməzsə, bir də arxaya fırlayın, təzədən qulaq asın. Bunların üçün arasındakı fərqi bildiniz. Sadə formada baş verib, davam eləyirdi və həmin an uca bitmişdi. Bax, keçmiş bitmiş zaman belədir. Zaten həvləri bilirsiniz ki, sualda qabağa keçir, həddən olur, inkarda hədə not artıracağıq və onun praktikalarına da kifayət qədər vaxt ayırmaq lazımdır ki, onu tam şəkildə həzm eləyə bilək. Əgər o praktikaları eləməsəz, yalandan bir informasiya kimi olmuş olacaq sizdə və
unudub getmiş olacaqsınız. Bundan sonraki mövzular biraz daha yenə yüngülləşəcək. Sonra təzədən başlayacağıq biraz daha zamanlarla, strukturlarla bağlı mövzuları keçməyə. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.